Lap belə sadə. Salam dostlar. Bugün biz Polşada bir mənzildən digər mənzilə rahat bir şəkildə köçmək üçün nələr etmək lazımdır sizə video şəklində ətraflı qeyd edəcəm. Yəni əlavə xərc olmadan, heç kimi ağız açmadan özünüz tam şəkildə necə keçirsiniz, hansı xidmətlərdən istifadə edə bilərsiniz və öncədən onun kost büdceti falan etmək üçün gedəcəm ətraflı bir şəkildə. Biz Trafikar mobil tətbiqini açaraq Trafikarda daxil oluruq. Burada biz artıq maşınımızı buradan eləmək. Dostavçı seçirik və burada 3 dənə maşın var. Dacia Doki, Renault Master, Renault Express. Burada seçirik. Mən hazırda ən böyüyünü seçmişəm. Çünki biz artıq Dacia Doki'dən istifadə eləmişik balacasından bir neçə reys. İndi isə Master'i seçirik, confirm edirik və maşın çıxandan sonra biz burada maşını klikləyirik, baxırıq və bron book edirik. Burada qiymətlər qeyd olunub. Book ediləndən sonra indi biz gedirik maşınımıza. Maşınımız 2 metro stansiyasının, Kabati metro stansiyasının yaxınlığında yerləşir. Biz isə İmili metro stansiyasına gedib, Kabati metro stansiyasına dərhal gedib o maşını götürürük. Biz Kabati metro stansiyasına çatdıq. İndi biz gedirik maşınımızı götürməyə və biz artıq yol marşrutu vermişik Google Maps-dən. Onunla bağlı ayrıca video olacaq. Gedirik maşınımızı götürməyə və sizə maşına çatanda maşını göstərəcəm, qeyd edəcəm. Mənə hal-hazırda çöldə -8 dərəcədir. Biz istiqalın giymişik. Rahat indi movingimizi edəcəyik. Çoxu soruşacaqsınız, buna bax, kurtkasız gezir. Təəssüf ki, Huzi və altında 2 dənə termal geyim var. Ona görə kifayət qədər istidir. Və maşınıza çatmışıq və moving olanda qarabqa daşıyanda bir tərəfdən başqa tərəfə kurtkada biraz narahat olur adam. Ona görə rahat bir şəkildə belə götürmüşük. Maşınımız da qabaqdadır. Artıq çatmışıq. Gördüyünüz kimi Trafikarın böyük Master Renault maşını. Maşını götürməzdən öncə onu ətraflı hər tərəfi yoxlamaq lazımdır ki, hansı bir sınıq, damage, heç nə olmasın, onu report edirik. Olsa da report edirik. Sonra bizim pulumuzdan çıxmasına. Hal-hazırda görmüşük. Maşının belə bir damage var. Biz bunun şəklini çəkir, elə mobil tətbiqdə yükləyirik. Kстати, reklam deyil, sadəcə bu Trafikar application'da hal-hazırda Polşada bir neçə dənə carsharing var. Ən çox xoşuma gələn Trafikardır. Həm böyük, həm balaca maşınlardan götürüb istifadə edə bilərsiniz. Mən gündəlik əsasında bunlardan istifadə edirəm. Burada nömrədə damage var, buranı sındırıblar. Orada cızıqlar var, hamısını çəkəcəyik indi biz. Burada da sındırıblar. Oran əziblər. Hamısını çəkilən bir indi biz çəkəcəyik. Maşınımıza qoşulduq. Maşın nə gördüyünüz kimi biraz çirklidir. Yine önceki istifadəçilər biraz maşına səliqəli yanaşmadılar. Maşının daxilində sırası bu burada. Açarı var. Bu da donu be. Где они открыты? Ne bu taski? Açar da soyuqdan donub. Burada belə daxil oluruq. Mexanikada yoxlayırıq. Qoşuruq. Maşını qoşduq. Biz maşını qızdırıb veririk. Ümumiyyətlə, yəni bu xidmətdən mən artıq son 4 ildə çox aktiv istifadə edirəm. Çox xoşuma gəlir. Yəni cürbəcə maşınlar var. Keçən dəfə evə mebel alırdım. Balaca sinanda mebellər getirilməsi. Elə Ikea'dan çıxıb maşını dərhal yerində də tapdım maşını. Aldım, mebellər yüklədim rahat bir şəkildə. Oradan rahat bura gəldim. Qiymətlər isə qiymət baxımda qiymətlər münasibdir. Yəni çox baha deyil, çox ucuz deyil. Xidmət səviyyəsində. Siz maşınları rent edirsiniz, işinizi görürsünüz və normal yerdə park edirsiniz və stop edirsiniz. Yəni harada gəldi park etmə olmaz, cərimə gələcək. Normal yerdə parking yerdə böyle bir parkinglər var, gördüğünüz kimi orada park edirsiniz. Rahat bir şəxsi maşındır. Sürdünüz, gəldiniz, işinizi gördünüz və heç bir əlavə ödəniş eləmirsiniz. Videonun altından linklə bölüşmüşəm. Yəni kim Polşada yaşayır, kim Polşa planlaşdırır gəlməyi, belə bir xidmətlər nəzərinizdə olsun. Yəni burada çətin heç nə yoxdur. Ay mən necə köçəcəm, ay çətindir, heç nə çətin yoxdur. Tək başına özüm indi hamısını sizə ətraflı göstərəcəm. Deməli rahat bir idarə olunur, heç bir problem yoxdur. Belə açmırsınız ya, əgər siz mexanika idarə edirsiniz. Bir dənə
mənfi cəhəti, əgər siz avtomat həyatı bu avtomat idarə edirsinizsə, mexaniki siz idarə eləmir, sizə mexanik idarə edən dostunuz lazımdır. Və B kateqoriya pravı ilə bu həcmli maşın, bu enli maşını siz idarə edə bilərsiniz rahat bir şəkildə. Ona görə yəni məncə yəni özünüz qərar verin, düşünün, yəni çox gözəl bir xidmətdir. Nəinki Polşada, yəni bütün Avropada belə bir xidmətlər var istənilən bir ölkədə. Almaniyadan tutmuş, Fransa, İtaliya və s. ölkələrdə bu xidmətdən siz istifadə edə bilərsiniz. Rahat bir şəkildə. Demişəm, yəni mən belə özümə belə balaca tiraj almışam və səliqəli qarabqalar almışam. Qarabqalarla biz hamısını havadan hava yığmışıq və belə daşıyırıq. Liftdən çölə, çöldən də sənin maşına gedir. Bax, belə sadə. Bir dənə çətin olan şeylər, bax, belə bir böyük qabarətli mebellərdir. Onu biz çalışırıq səliqəli. 2 evdə olduğu üçün yüngüldür, belə ağırdır. Onu da rahat bir şəkildə aparırıq. Mənə veşlərimizi yığdıq, indi yeni adresə gəlmişik. Maşını park eləmişik və bütün veşlərimizi indi maşından rahat bir şəkildə boşaldıb mənzilə salacağıq. Belə bir rahat, komfortlu şəkildə. Belə qarabları daşıyırıq biz və belə bir quzuq var. Daşımaq üçün qoyuruq bura. Belə bir şəkildə. Там снимай, там снимай. Niyə də sнимасaydı? Böyle biz daşıyırıq quzuqda. Bu daşıyırıq və biz çox rahat və çox yüngül olur. Qarabqalar yığmış və əşyalarımızı balaca bir özümə quzuq almışam. 50-60 zlotlıq təxmini civarında. Üstünə rahat maşından qoyuram quzuqun üstünə, quzuqdan evə. Rahat bir şəkildə özümə əziyyət vermədən, fəhlə ehtiyac yoxdur, ona ehtiyac yox, heç nə ehtiyac yox. Sadəcə özümüz. Fiziki iş. Maşınımızı da parkovkada saxladıq. Bu yol qırağında. Məsələmiz bitdi. İndi isə gedirik evdəki veşləri hamısını yerinə qoymağa. Не торопясь, в медленном порядке мы просто соберем на нашу миниатюрную тележку наши товары в коробках. Коробка предварительно все упаковано, написано в коробках аккуратненько. На высоком уровне мы даем вам гарантии 100%. Сейчас. В эту сторону. Еще раз. Собственно. Чуть назад здесь стоит, не двигайся. Все хорошо.